Aha. Deməli qeyd elədik ki, Gardnerin adı kurikulum kitablarında adı daha əvvəldən, yəni ilk daxil olan nəzəriyyəçilərdən biri idi. Yəni biz bir nəzəriyyə öyrənirdiksə kurikulumda, ilk başlayırdıq biz Gardnerdən, ondan sonra digərləri də daxil olmağa başladı və hər nəzəriyyə özü ilə bağlı, özü ilə də, yəni uşaqlar, şagirdlər, tədris prosesi, uşaqların davranışı, dərsə yanaşması, onların həyata baxışı və sairə haqqında fərqli fikirlər gətirməyə başladı. Doğrusu da ki, yəni psixoloji cəhətdən götürdükdə, yəni biz də artıq şagirdlər barədə daha fərqli şəkildə düşünməyə başladıq. Çünki bu nəzəriyyələr eyni zamanda bizi şagirdləri başa düşməyə sövq etdi. Hə. Get dərs keçirəm. Yox, dərs keçirəm. Get. Hə. Hə. Qapını bağla, bacı gəlməsin. Üzürü bilir mənimlər. Aha. Və yəni bildiyimiz kimi, yəni davranışla bağlı nəzəriyyələr var, uşaqların düşünməsi ilə bağlı və s. Yəni bunlar hər biri uşaqlar haqqında təbii ki, müəllimlərə daha dərin və dolğun biliklər verməyə başladı. Həqiqətən açıq da deyək ki, yəni evdə məsələn və yaxud da qohumda bizim də artıq gözümüz açıldı balaca uşaqlara yanaşma tərzi, onları çalışırıq ki, özümüz kimi görməyək. Çünki doğrudan da yəni bu belədir ki, Məhəmməd sallallahu əleyhi və səlləmin fikri var ki, uşağınızı öz dövrünüzə görə deyil, onların dövrünə görə tərbiyə etmək lazımdır. Doğrudan da bu belədir, dəyərli müəllimlər. Məsəl üçün biz 5 yaşında uşağa deyə bilmərik ki, gəlsin, yəni 20 yaşında bir uşaq deyil də, 20 yaşında bir gənc kimi davransın. Məsələn, o uşağın indi hoppanıb düşən, oynayan vaxtında biz ona məcbur edə bilmərik ki, sakit otursun. Çünki o yaşı onu tələb eləyir. Və onun qəbul etdiyi, ətrafı qəbul etməsi onunla bağlıdır. İndi isə dəyərli müəllimlər, Gardnerdə deyir ki, əgər uşaqlar məktəbdə öyrənə bilmirlərsə, deməli müəllimlər onlara fərdi yanaşmağı hələ bilmirlər. Müəllimlər onlara fərdi yanaşmalıdırlar. Fərdi yanaşmalıdırlar ki, deməli uşaqların hər birinin fərqli intellektinin olduğunu görəcəklər və bu fərqli intellekt də onların fərqli maraq dairəsinə sahib olduğunu göstərəcəkdir. Və buna görə də qeyd edirdi ki, deməli və bunu qeyd edeyim, bu məlumatı qeyd etmək istəyirəm sizə. Hətta deyir 1904-cü ildə Fransada nazirlik psixoloq Alfred Binet və bir qrup digər psixoloqdan ibarət məktəbdə imtahandan kəsilmək riski olan şagirdlər müəyyənləşdirmək və şagirdlərlə əlavə diqqət yetirmək məqsədi ilə qiymətləndirmə vəsaiti yaratmaları üçün müraciət etdilər ona. Daha sonra beləliklə ilk intellekt testləri meydana gəlməyə başladı. Deməli, uşaqları bununla da intellektini ölçməyə başladılar. Bu testlər sonradan deyir, bütün dünyada yayıldı və intellektin obyektiv şəkildə ölçülə biləcək bir anlayış olması və hətta ölçünün müəyyən bir rəqəm, IQ nəticəsində məhdudlaşması fikirləri yarandı. Deməli insanın intellektini müəyyən rəqəmlə. Bax, məsələn, psixoloqa gedirik, elə deyil. Psixoloqa gedirik, məsələn, müəyyən narahatlıqlarımız var və s. də belə və yaxud da uşaqlarımızı aparırıq psixoloqa. Psixoloq orada bizə suallar verir, bizi test eləyir və hər sualın özünün də bal dəyəri var, müəllimlər. Deməli, sualın bal dəyərinə görə, yəni bizim verdiyimiz cavablara görə orada onun balı yığılır. Məsələn, elə sual var ki, 5 baldır, amma bizim verdiyimiz cavab, yəni müsbət deyil, o 5 bal oradan çıxılır. Məsəl üçün. Yəni, məsələn, tutalım ki, məsələn, psixoloq deyir ki, hə, əgər sən IQ-ün, məsələn, burada toplam 50-dən yuxarıdırsa normaldır. Yox, 50-dən aşağısı, yəni biz sənin üzərində ciddi şəkildə işləməliyik. Deməli, burada nə oldu? IQ özü, insanın, yəni intellekti rəqəmlə ölçülə biləcək bir xüsusiyyətə malikdir. Yəni, bunu da nə vasitəsilə müəyyən elədilər? Təbii ki də Alfred Binet və onun işçi qrupu, deməli, intellekt testləri ilə bunu ortaya çıxardılar. Və həmin hadisədən 80 il sonra da Harvard Universitetinin psixoloq Gardner bu fikirləri yenidən araşdırdı və doğrudan da o da intellekt anlayışı üzərində dayandı və qeyd etdi ki,
Bəs, bu intellektin özünün bəli, növləri var. İntellektin, məsələn, insanlar intellekt növlərinə görə ayrılırlar və ona görə də qeyd eləyirdi ki, müəllim dərsi qurarkən bir şagirdə görə qurmamalıdır. Yəni nəzərə almalıdır ki, bu sinifdə müxtəlif uşaqlar varsa, deməli müxtəlif intellektli uşaqlar var. Müəllim dərsi hər bir intellektə sahib olan, yəni müəllim o demək deyil, universaldır. Yəni 8 intellekt növünün 8-nə də aid dərs qurmalıdır. Xeyr. Amma məsələn çox uzaqlaşdırmamalıdır. Məsələn bir dərsi, məsələn 1-2 dərsi məsələn belə qurdusa, ondan sonra başqa intellekt tiplərini nəzərə almalıdır. Yəni o uşaqlar bilməlidirlər ki, bu sinifdə sevilirlər və müəllim onları nəzərə alır. Yəni düzdür, hər dərsdə reallaşdırma mümkündür. Məsələn, ədəbiyyat dərsi hər dərsdə siz musiqi verə bilmərsiniz ki. Məsələn, tutalım ki, Əli Tudəni yaşayanlar görəcəkdir. Məsələn, mövzusunu keçəndə mən uşaqlara Yaqub Zurufcunu mən ayrılıq, aman ayrılıq mahnısını qoşmuşdum. İndi o dərsdə o mahnını qoşmalı idim da. Yəni metodik vəsaitdə də yəni buna işarə var idi. Yəni mən də qoşdum o dərsə. Uşaqlar maraqla dinlədilər. Bəli, bu dərs musiqili ritmik intellekti olan uşaqların daha çox diqqətini cəlb edir. Çünki onlar musiqi ilə düşünməyi sevirlər. Hətta elə uşaqlar musiqini qoyub görəcəksən ki, dərs də eləməyi sevirlər. Yəni belədir. O təbii ki, hər kəs elə deyil. Məsələn, mən musiqini qoyub, məsələn, test işləsəm, mən beynim çaşar. Deməli, mən tam da musiqili ritmli, düzdür, musiqi ilə düşünə bilərəm, amma musiqili ritmli intellektə sahib deyiləm. Çünki bütün işlərimi musiqi ilə görə bilmirəm. Aha. Deməli, burada deyir ki, demək intellektin bəs 8 növü var. Bu 8 növ Aha. Deməli, intellektin deyir ki, 8 növü var, yəni bəzən də onu 9 növ deyirlər. 9 növ var və belə deyək ki, bu 8 növdə də təbii ki, uşaqların dərsə yanaşması. Yəni bunu nədən ötrü ediblər? Yəni təhsil prosesinə insanların cəlb olunması. Əslində bilirsiniz, belə qeyd eləyək də, yəni insanların psixologiyası üzərində çalışmaq, onlara bu şəkildə intellektlərinin, o davranışlarının və s. uşaq yaşlarında, ya görürsünüz, birinci təhsil prosesindən başlayır böyüklərdə. Çünki uşaqların artıq get-gedə şəxsiyyəti formalaşmağa başlayır. Yəni əgər sağlam gələcək istəyiriksə, biz mütləq şəkildə məktəb həyatından başlamalıyıq uşaqlarda bu intellektləri nəzərə almağa. Axı mən sabah məsələn qarşımdakı şagirdimi intellekti nəzərə alsam, onun hiss həyəcanlarını başa düşsəm, yəni elə bir insan yetişmiş olacaq həyata. Yəni bu yəni məntiqləndir ki, biz gələcəyimizi mütləq şəkildə, yəni belə qeyd edək ki, gələcək nəsillərə buraxırıqsa, mütləq şəkildə biz onlara necə yanaşırıqsa, onlar da bizə gələcəkdə elə yanaşacaqlar mesajıdır. Gardner şagirdləri intellektini təsnif etmişdi, müəllimlər. Deməli gəlir verbal lingvistik, birinci gəlir. Bu insanlar daha çox sözlərlə düşünürlər. Yəni həm də eyni zamanda şifahi şəkildə, həm şifahi şəkildə fikirlərini bildirə bilərlər, həm də yazılı şəkildə də yaza bilərlər. Həm kiməsə məktubda yaza bilərlər, həm də gedib məruzə şəkildə kiməsə nə isə deyə də bilərlər və yaxud da kimsə də dinləyə bilərlər. O adam danışdıqca bu adam onun sözü üzərində düşünməyə başlayır. Məsələn, eyni zamanda həm şifahi, həm də yazılı nitqdən belə qeyd edək ki, səmərəli istifadə edə bilmək bacarığıdır. Eyni zamanda dilin sintaktik, fonetik və semantik tətbiqindən demək şəxsin özünə müvafiq, yəni özünə uyğun şəkildə istifadə etməsi. Məsələn, bax belə deyək, 5-ci sinif şagirdi, məsəl üçün də deyək ki, inşa yazacaq, hə? Bu gedib 9-cu sinif şagirdi səviyyəsində inşa yazmayacaq. Bax görürsünüz, şəxsin özünə müvafiq nə deməkdir? Uyğun deməkdir. Özünə uyğun şəkildə istifadə etməsidir. Yəni dilin imkanlarına, hansı ki, hansı qaydaları keçibsə, o imkanlardan özünə uyğun şəkildə, öz yaşına, öz dünya görüşünə uyğun şəkildə istifadə etməsidir.
Aha. Gəldi məntiqi riyazi intellektə. Məntiqi riyazi intellekt adətən, yəni bu məntiqi təfəkkürü inkişaf edən, tənqidi təfəkkürü inkişaf edən insanlara aiddir. Burada riyazi bacarıqlardan effektiv şəkildə istifadə edirlər və düzgün mühakimə yürüdürlər. Məsələn, belə insanlar daha çox tənqidi təfəkkürlü insanlar olurlar müəllimlər. Baxın, məsəl üçün bir insanda tənqidi təfəkkür güclü inkişaf edibsə, deməli bu məntiqi riyazi intellektə sahibdir. Çünki bunlar nəyisə mühakimə etməyi sevirlər. Nəyisə barədə mühakimə yürütməyi sevirlər. Daha sonra məntiq, səbəb-nəticə əlaqələrini və digər abstraksiyalara qarşı çox həssas olurlar. Məsələn, sən onlara desən ki, hə, nəyisə səbəb-nəticə əlaqəsini qurcunan, o avtomatik onu quracaq. Çünki onun beyni ona çalışır, onu edəcək. Yəni onu ən yaxşı bildiyi iş odur. Eyni zamanda bax nəyisə təsnif etmə. Məsələn, desəz ki, hansısa riyazi anlayışları təsnif elə, coğrafiyadan sual versəz ki, filan-filan nəyisə təsnif elə, ondan sonra nəyisə, məsələn, hər hansı, məsələn, ixtisas aid, yəni bildiyi sahə üzrə desən ki, təsnif elə, belə uşaqlar təsnif eləməyi, sıralamağı sevirlər nəyisə. Yəni ümumiləşdirmə aparmağı sevirlər. Daha sonra hesablama etməyi sevirlər də. Yəni siz bunlara deyin ki, hesablama apar. Onu o qədər böyük məmnuniyyətlə hesablayacaq ki, həqiqətən. Yəni çünki baxın, yəni onun da intellekti məhz bu istiqamətdə çalışır. Yəni bunu görə bilər ancaq. Daha sonra müəllimlər musiqili ritmli intellekti, yəni bunlar daha çox bilirsiniz, musiqi xoşlayırlar. Baxın, mən bu yaxınlarda qızımı psixoloqa aparmışdım. Biz psixoloqun, baş psixoloqun otağına girəndə və orada o qədər dinləndirici bir musiqi gedirdi ki, yəni başa düşmək olur ki, hansı o psixoloqun da deməli musiqili ritmi, intellektə sahibdir ki, yəni o dinləndirici musiqi ilə o daha çox istirahət edir və eyni zamanda düşünür, işlərini görə bilir və o demək deyil, biz mahnını qoşduq, yəni mahnını qoşa-qoşa necə deyim, qabları yuduq, evi yığışdırdıq. Musiqili ritmli insanlar, yəni musiqi ilə düşünməyi sevirlər. Hər zaman bu belədir. O deməkdir ki, bizdə də musiqili ritmli intellekt var, amma o demək deyil ki, tam şəkildə var. Amma məsələn o uşaqlar bütün şey, məsələn uşaq var ki, musiqini qoşur, test işləyir, dərs oxuyur. Heç məsələn kənardan elə adam var ki, bu dərs oxuyur, yox. Amma o cür oxumaq sevir axı, o cür düşünür. Daha sonra müəllimlər, belə uşaqlar məsələn ritm, registr, melodiya, tembr, ton və s. bunlara qarşı çox həssasdırlar. Məsələn, bəzən elə musiqi gələ bilər ki, heç onun sözləri də yoxdur. O uşağın gözündən yaş tökülə bilər. Yəni deməli, musiqili ritmli intellektə sahibdir. Yəni musiqini duyur deməli, musiqi duyumu var deməli. Sonra məkan vizual intellektli insanlar daha çox hər şeyi deməli vizual olaraq dərk eləyirlər. Baxın, gözünün qarşısına gətirirlər. Hər şeyi gözünün qarşısına gətirirlər və qavramaya əsaslanaraq, yəni müəyyən dəyişikliklər etməyi də bacarırlar. Amma məsəl üçün tutalım ki, bax belə deyək. Ev dizaynı hazırlayırsınız da, məsələn, evdə əlinizdə pulunuz var, məsələn, ev tikmək istəyirsiniz, nə edirsiniz? Beyninizdə fikirləşirsiniz ki, hə, 3 otaq ev tikə bilərəm də, 3 otaq evin pulu var məndə. Hə, bunun hamamı, tualeti harda olacaq, mətbəx harda olacaq, mətbəx qonaq otağına yaxın olsun, uzaq olsun. Beyninizdə bunun elə bil ki, sanki eskizini çizirsiniz. İlk öncə beynini təsəvvür eləyin, bax belə necədir? Siz nə edirsiniz? Hal-hazırda miqə hazırlaşırsınız, elə deyil və yaxud da sertifikasiyaya hazırlaşan müəllimlər. Fikirləşirsiniz ki, deməli mən inşallah miqdə yüksək bal toplayacağam, yüksək bal toplayanda gələcəm ailəmə necə xəbər verəcəm və yaxud da imtahandan keçdim, inşallah ki, Allah hamıya qismət eləsin. İmtahandan keçdim, hə, nə bilim məktəbə qəbul oldum, işlədim və işləyəndə mən şagirdlərimlə necə davranacam və s. Siz bunu beyninizdə təsəvvür edə bilirsinizsə, bu məkan vizualdır müəllimlər. Çünki beyində əgər bir işi görməmişdən əvvəl siz onu beynində canlandırırsınızsa, vizual, bəzən biz bir iş görən zaman, hə, mütləq şəkildə onu beynimizdə canlandırmalıyıq. Canlandırmamış etsək, doğrudan da biz səhvə yol verərik. Amma biz nəyisə beynimizdə canlandırsaq, hə, onu görməyə çalışsaq beynimizdə, o halda biz hər şeyi daha da dərindən dərk etmiş olarıq. Ona görə də bəzi şeyləri daha dərindən dərk etmək və yerli yerində icra etməkdə ötəri ilk öncə nə etməliyik? Onu beynimizdə canlandırmalıyıq. Və bu da olur məkan vizual. Və belə uşaqlar daha çox interyer dizaynı sevirlər.
rəssam olurlar. Məsəl üçün də tutalım ki, məsələn internetdə filan yayılır. Məsələn oturur fikirləşir ki, mən nə edə bilərəm? Adətən yaradıcı təfəkkürlü insanlar olurlar. Oturur fikirləşir ki, mən nə edə bilərəm də məsəl üçün nə işlə məşğul ola bilərəm və beynində təsəvvür eləyir ki, hə, müəyyən qabların üzərinə naxış çəkməklə mən məsəl üçün satış edə bilərəm. Yəni belə bir işi beynində təsəvvürü canlandırdı və bir neçə nümunəni hazırladı və işi irəlilədikcə bu adam nə edəcək? Daha fərqli nümunələr, daha fərqli dizaynlar çəkməyə başlayacaq. Bunun üçün elə bir layihə formasında bunu ilk öncə beynində hazırlayacaq və daha sonra onu reallaşdıracaq. Və gördünüz ki, yəni məkan vizual intellekti insanlar birinci beyinlərində təsəvvür eləyirlər. Yəni bu onun birinci ağlına batmalıdır. Ondan sonra bu onu etməlidir. Məsələn, bəzi insanlar var, bir şey məsələn təklif eləyirsiniz ailədə və yaxud da ətrafda. Deyirlər ki, mən bunun üzərində düşünməliyəm. Amma belə bir insan gördünüzsə, ya məntiqi riyazi intellekt olacaq. Çünki o adam səbəb-nəticə əlaqəsini tapmalıdır. Eyni zamanda ki, mütləq şəkildə onu beynində canlandırmalıdır. Ki, yəni o görə bilsin də onu. Yəni o canlandırmasa onu görə bilməz. Axı kiminsə ağlı ilə getmiş olar. Daha sonra məndə naturalistik intellekti uşaqlar, məsəl üçün, flora və faunanın, yəni bitki və heyvanat, bitki örtüyü və heyvanat aləmini və çoxsaylı, demək nümunələrini, yəni onları tanımaq. Məsələn, deyək ki, dənizdə yaşayan heyvanlarsa, onları tanımaq, onların xüsusiyyətlərini bilmək, onlar haqqında hər şeyi bilmək artıq naturalistik intellektdir, uşaqlara aid. Məsələn, mən bilirəm ki, dənizdə yox, okeanda balina var, köpək balığı var, nə bilim, delfin var və s. də heyvanlar var. Sadəcə bunu bilirəm. Bilmədiyim nə qədər, yəni heyvanlar suda yaşayır da, balıqlar yaşayır. Elə bax məsələn bizim gördüyümüz o, yəni Qoca və Dəniz əsərində Atlantik okeanda marlin balığı olur. Heç mən marlin balığının ilk dəfə adını orada eşitmişəm. Yəni çünki mən balıqlar aləmi ilə maraqlanmıram, axı təbiətlə o qədər də maraqlanmıram. Deməli, məndə o qədər də naturalistik intellekt yoxdur. Ola bilər bir-iki dibçəkdə gül əkib becərə bilərəm, amma bu mənim tam da naturalistik intellektə sahib olduğumu demir də. Yəni çünki mən becərdiyim güllər haqqında nəsə bilirəm. Amma mən zaman etibarən bütün güllər haqqında maraqlansam, o gülləri saxlamağa çalışsam və yaxud da o gülləri onların təbiətinə uyğun yaxınlaşsam və bu zaman naturalistik intellektə sahib olmuş ola bilərəm. Bax naturalistik intellekt bax belədir. Məsələn, akvariumda balıq saxlamağı sevirlər. Daha sonra evdə pişik saxlamağı sevirlər. Daha sonra məsələn deyək ki, məsələn pişiyin növlərini bilirlər. Onların necə həyat tərzi yaşadığı, itin növlərini bilirlər. Ondan sonra nə bilim, bitkilərdir. Məsələn, hansı bitkilər var, məsələn, onlar haqqında məlumat bilmək, hansı bitkilər necə becərilir və s. onları bilmək və s. heyvanlar, quşlar haqqında, bitkilər haqqında nələrsə bilmək və s. onların növlərini bilmək hamısı naturalistik intellektə aiddir. Bədən kinestetik intellektə sahib olanlar müəllimlər. Burada bir şey qeyd edeyim və yadımızda saxlayaq ki, bədən kinestetik intellekt ən ömürlük, insanda ömürlük olan bir intellektdir. Çünki insan bədən hərəkətləri ilə öyrənir hər şeyi. Yəni bədəni insanın öyrənmə vasitəsidir. Yəni belə insanlar əl, ayaq hərəkətləri daim hərəkətdə olurlar. Məsələn, əllərində görəcəksiniz ki, qələmi tərpətməyə çalışacaqlar. Ondan sonra onların ayaqları hər zaman tərpənir, dayanmır bir yerdə. Daha sonra məsələn, belə insanlar, məsələn, tutalım ki, aktyorluq eləməyi sevərlər. Məsələn, desən ki, hər hansı bir əsəri gəl səhnələşdir, qaça-qaça gələrlər, bax səhnələşdirməkdən ötəri. Sonra, məsələn, rəqs eləməyi sevirlər. Bax, məsələn, bədən kinestetik. Görsəz ki, harda məsələn rəqs eləməyi sevən insanlar var, deməli, bunlar bədən kinestetik intellektə sahibdir. Çünki bədənlərini hərəkət elətdirməyi sevirlər. Sonra idmançılardır. Sonra belə qeyd eləyək ki, eyni zamanda məsələn, tutalım ki, bax bədən kinestetik insanlar, demək olar ki, bədən üzvlərinə məsələn istifadə edirlər, bədən üzvlərini hərəkət elətdirirlər, müxtəlif əl işləri hazırlayırlar. Yəni psixomotordur da bunlar. Əl demək işləri hazırlayırlar. Daha sonra müəllimlər eyni zamanda o əl işlərində müəyyən dəyişikliklər edə bilərlər. Məsələn, ola bilər ki, evdə hər hansı bir suvenir, deyək ki, suvenir qopdu və siz nə edirsiniz? Hə? Selam götürdü. Hə, gətir bura. Hə? Gətir bura. Səni Dərs keçirəm İslam. sənə gətirir. Hə, gətir.
Hə, deməli, müəllimlər, üzr istəyirəm səsə görə. Uşaq ağlayır ona görə. Hə, deməli, məsəl üçün, tutalım ki, hər hansı bir, məsələn, tutalım ki, suvenirdir, qopdu. Siz həmin suvenirdə müəyyən dəyişiklik edirsiniz. Yəni bu özü də bədən kinestetikaya aiddir. Daha sonra məsələn, mexanik, məsələn, mexanik deyəndə, məsələn, maşın ustaları ola bilər. Görürsüz hərəkətli bir işdir. Cərrahdır, kəsir tikir, memardır. Görürsüz onlar nələrsə bir dəyişiklik edirlər, hazırlayırlar, nələrsə ortaya qoyurlar və s. müəyyən hərəkətlərlə bağlı. Şəxslərarası intellekt isə bunlar digər insanlarla, demək olar ki, ünsiyyətdə olmağı sevirlər və eyni zamanda şəxslərarası intellektli insanlar insanlarla çox ünsiyyətdə olduqlarına görə, onları daha çox tanıdıqlarına görə müəllimlər, bəzən ola bilər ki, hiss eləyirsinizsə, qarşıdakı insanın üz hərəkətlərinə görə, onların bədən dilinə görə, onların, indi 10 dəqiqə yekunlaşacaq. Hə, onların, belə qeyd eləyək ki, xarakterin başa düşürlər. Onların niyyətlərini üzə çıxarmağı başara bilirlər də. Yəni şəxslərarası intellektə sahib olan insanlar və eyni zamanda onları Sena gəlmir. yaxşı gəlirlər. Gətir. Müəllimlər, üzrü hesab edin. Hə, deməli davam eləyirik. Deməli belə insanlar daha çox ətrafa qarşı motivasiyalı olmağı sevirlər. Necə motivasiya? Onları hərəkətə gətirən, daima bilirsiniz, yəni insanlarla ünsiyyət qurmalardır. Belə insanlar heç özləri üçün tək başına məsələn gedib paltar da ala bilmirlər. Yəni heç də seçə bilmirlər. Mütləq şəkildə başqasının mütləq fikri olmalıdır. Yəni hər işlərini söhbət edərək etməyi sevirlər. İnsanlarla əlaqə qurmaqla məsələn sevirlər. Yəni belə insanlar yəni Carl Jung fəlsəfəsinə görə orada necə idi? Necə deyirdilər? Belə insanlar deməli daha çox ekstravertlər olurlar. Yəni ətrafdan motivasiyalılar. Və belə insanlar bundan əlavə qarşıdakı insanları başa düşməyi başarırlar. Yəni empatiya qabiliyyətləri çox güclü olur. Daha sonra gəldi fərd-daxili intellekt. Fərd-daxili intellekt belə insanlar ancaq belə insanlar daxilində mən anlayışı var, öz anlayışı var. Yəni bunlar daha çox belə qeyd eləyək də, yəni özünü dərk edirlər. Yəni özləri haqqında məlumata əsaslanırlar. Yəni fərdin özü haqqında tam təsəvvürü olmalıdır ki, o belə qeyd olması vacibdir. Yəni özünün gücü və zəif tərəflərini bilir. Bilir ki, harda əsəbləşə bilər, harda özünü daha çox utandığını hiss eləyə bilər, harda geri çəkilmək lazımdır, harda özünü ifadə etmək lazımdır. Yəni bu o demək deyil ki, o başqa uşaqlarla söhbət etməyi sevmir. Xeyr. Yəni sevir. Sadəcə onlara sıxılır. Yəni elə mühitdə olmaqdan sıxılır, daha çox özləri ilə baş-başa qalmağı sevirlər. Daha sonra müəllimlər davam eləyək. Hə. Baxın, burada cədvəl var. Cədvəldə də çox yaxşı olar ki, diqqətli olasınız. Burada görürsüz, verbal lingvistik. Bax, nə deyir bizə? Düşünür nə ilə? Sözlərlə. Məsələn, belə insanlar sevirlər nəyi oxumağı, hekayə nəql etmək. Bu adamdan məsələn soruşun, hə, filan serial necədir? Filan serialda baş obraz kimdir? Hadisələr nədir? Bu adam oturacaq sizə ətraflı şəkildə məlumat verəcək və ya da filan məsələn əsəri oxumusan da. Məsələn, mən o vaxtı məsələn İlyas Əfəndiyevin Körpü Salonlar əsərini oxuyurdum. Məsələn, anam oturdu o əsəri başdan aşağı mənə danışdı. Sovetin dövründə insanlar daha çox kitab oxuyurdular, axı belə deyək. Hətta universitetə qəbul olmayan adamlar belə, yəni kitaba meyl edirdilər də, belə deyək. Elə insanlar olurdu ki, elə onlar məsələn məktəbi belə deyək ki, bitirib evdə oturublar da, kitabxanada oxumamış kitab qoymurdular. Yəni insanlar kitabı o dərəcədə çox sevirdilər. Və anam başladı mənə Körpü Salonlar əsərini danışmağa. Onunla da mənim əsərə marağım öldü. Çünki artıq hadisələri müəyyən qədər təsəvvür eləməyə başladım. Bildim ki, burada nədən söhbət gedir və oturdu mənə danışdı və mən istər-istəməz, yəni qavradım da oxuyandan sonra. Ondan sonra oxumaq gərəyi duymadım. Məsələn, söz oyunları oynamağı sevir. Məsələn, siz ona məsələn uşaqları yarış keçirdə bilərsiniz.
sözlərlə bağlı yarışlar keçirdə bilərsiniz. Sonra bir dənə oyun var, orada hərfləri birləşdirirsiniz, bir dənə söz əmələ gəlir. Word nə bilim nə belə bir oyun var idi. Play Marketdə yükləyirdi, çox adam bir ara oynayırdı. Və məsələn o da belə qeyd eləyək ki, verbal lingvistikdir. Çünki sözlərlə düşünməyi çox sevirlər. Sonra məsələn bax belə insanların ehtiyac duyduğu şeylər nələrdir? Bax kitab, gündəlik yazmaq üçün vasitələr, məsələn dialoq. Bax sən bu uşağa desən ki, otur filan hekayəni, məsələn 10 səhifədən ibarət bir hekayəni köçür, oturub yazacaq. Çünki həvəslidir də, sözlərlə işləməyi sevir. Məsələn müzakirə eləmək, debat, hekayə. Debat nədir? Fikrini şifahi şəkildə ifadə etmək. Hekayədir, hekayəni oxuyacaqlar və hekayəni oxuduqca əsərin ideyası üzərində düşünəcəklər. Müzakirə eləyəcəklər, qarşı tərəf bir fikir deyəcək, o onu dinləyəcək. Daha sonra onun fikirləri üzərindən daha başqa bir fikir irəli sürməyə başlayacaq. Dialoq quracaqlar və s. Daha sonra müəllimlər mühakimə yürütməklə, məntiqi riyazi mühakimə yürütməklə düşünürlər. Yəni belə insanlar daha çox tənqidi təfəkkürə sahib olurlar. Məsələn belə uşaqlar eksperiment aparmağı sevirlər, sorğu-sualı çox sevirlər. Məsələn məntiqi tapmacalar verin onlara. Məsələn bax zəka oyunları. Məsələn keçən dəfə şagirdimin biri mənə sual verir ki, müəllimə, bəs deyir ki, ağacın deyir budağının birində nə bilim 9 dənə quş var, o birisində nə bilim 15 dənə quş var. Nə bilim nə oldusa belə bir şeydir. Səs oldu. Hə, quş da demək quşun biri uçdu, bilmirəm nə tərsə. Hə, tüfənglə deyir quşun birini vurdular. Hə, neçə quş qaldı yerdə. Deyirəm ki, yəni səs gəlirsə, demək quşlar qorxub qaçırlar da. Təbii ki, heç nə qədər. Belə uşaqlar məsələn daha çox bax belə sualları çox sevirlər. Məsəl üçün hətta belə sual verməyi də çox sevirlər. Hətta özləri belə qeyd eləyək ki, qızım bircə dəqiqə. Həm özləri elə sual verməyi xoşlayırlar, həm də istəyirlər ki, başqaları onlara elə bir sual versinlər və onlar da onun üzərində böyük məmnuniyyətlə düşünsünlər. İndi link bağlanacaq müəllimlər. Linki yenidən göndərəcəm mən. Deməli, müəllimlər, davam edirik. Qeyd etdik ki, məntiqi riyazi təfəkkürlü uşaqlar, yəni mühakimə yürütməyi sevirlər. Bax, məsəl üçün, tənqidi fikirlər irəli sürməyi sevirlər. Məsələn, belə uşaqlar eksperiment aparmağı sevirlər. Məsələn, laboratoriya otağında və yaxud da getsinlər, məsələn, hər hansı bir, məsələn, bir emalatxanada və s. Nəyisə eksperimentini aparsınlar, yoxlasınlar ki, bu işə yarayır, yoxsa yox, nə hansı əlavələr etmək olar və s. Sorğu-sualı çox sevirlər. Bu uşaqlara ancaq sual verəsiniz. Oxusunlar, dərslə bağlı suallar verəsiniz. Məsələn, məntiqi tapmacalar vermək, hesablamalar etməyə tapşırmaq. Yəni, bunlar o işlərdə çox sinəkdirlər. Məsələn, yenə də ehtiyacı olan şeyi eksperiment üçün lazım olan, məsələn, materiallar. Hansı material? Məsələn, kamera lazımdırsa kamera və yaxud da müəyyən ləvazimatlarda hər nədirsə onları verin və o uşaqlar sizin üçün əməlli başlı eksperiment aparacaqlar. Sonra planetari, elmi muzeylərə, ekskursiyalar, elmi materialları çox sevirlər. Çünki adından da görünür ki, məntiqi riyazi intellektə sahibdirlər. Məsələn, musiqili ritmli intellektə sahib olan uşaqlar bunlar ritm və melodiya ilə düşünürlər. Yəni, onlara qarşı çox həssas olurlar. Məsələn, bunların mahnı oxuma, zümzümə, dinləmə, əl ayaqlarına ritm vurma, məsələn, oynasınlar. Məsələn, əl ayaqları ilə ritm vursunlar. Məsələn, bunu xoşlayırlar. Məsələn, ritmə uyğuna, müəllimlər, bax, bayaq dedik ki, rəqs eləyən insanlar da, məsəl üçün, bədən kinestetik intellektə sahibdir. Amma musiqiyə görə hərəkət elətdirmək, əl-əyağı, ritm vurdurmaq, musiqiyə görə etdirmək, bu musiqili ritmlidir. Niyə? Çünki musiqi duyumu var onun. Məsələn, birlikdə oxuma vaxtı. Məsələn, tutalım ki, xoşlayırlar. Məsələn, konsertlərə getməyi sevirlər. Məsələn, musiqi alətlərində ifa etməyi sevirlər. Bax, məsələn, bunlara lazım olan ləvazimatlar bunlardır. Məkan vizual necədir? Təsvirlər və şəkillərlə düşünürlər. Bunlar beyinlərindən mütləq nəyisə, belə deyək, təsvirin, şəklini çəkməlidirlər ki, düşünə bilsinlər. Yəni, belə insanlara bəzən nəyisə deyirsiniz, deyirlər ki, qoy düşünüm, ondan sonra gəlib sənə nəyisə deyərəm. Çünki bunlar, məsələn, hər hansı bir iş təklifi etsəz belə, mütləq şəkildə onun beynində canlandırmalıdır ki, axırı yekdil bir fikrə gələ bilsə. Yəni, bax belə. Sonra, məsələn, bunlar dizayn etməyi çox sevirlər. Məsələn, Novruz xonçasını verək, elə qəşəng dizayn eləyəcəklər ki, yəni, daha sonra şəkil və eskiz çəkməyi çox sevirlər.
vizual təsvirlər. Məsələn, bilirsiniz, burada dizayn etmək, bax, məsəl üçün, Novruz xonçasını fikirləşir ki, beynimdə belə qursam, belə eləsəm, qeyri-adi bir xonça yaratmış olaram, hamıdan da fərqlənər də, belə düşünür. Və onu beynində düşünüb icra eləyirsə, təbii ki, bu olacaq nə? Müəllimlər, olacaq məkan vizual. Yox, deyər ki, məsələn, Novruz xonçasında hər hansı bir yenilik, qızım, hər hansı bir dəyişiklik etsə, bu olacaq bədən kinestetik. Çünki əllərini yeni bir şey yaratmış olur. Məsələn, incəsənət, video, film, slayd, məsələn, sonra labirint, şəkilli kitablar, incəsənət, muzeylərini, ekskursiyalar, yəni belə insanlar sevirlər. Məsələn, gedirlər, məsələn, rəsm, məsələn, muzeylərində, məsələn, rəsm festivallarına gedirlər və s. Saatlarla baxırlar. Özlərini o qədər rahat hiss eləyirlər ki, o mühitdə. Sonra belə qeyd eləyək ki, videolara baxmağı sevirlər, filmə baxmağı sevirlər, çünki gözlərinin qarşısındadır. Slayd hazırlamağı sevirlər. Sonra labirint, yəni şəkilli kitabları daha çox sevirlər. Bax, uşaqlar, məsələn, uşaqlara daha çox alırlar, şəkilli kitablar ki, onlarda məkan vizual, məsələn, güclənsin. Sonra naturalist intellekti uşaqlar, məsələn, təbiət və təbiət hadisələri vasitəsilə, yəni belə düşünürlər də təbiət hadisələrini. O uşaqları dindirsən çoxsu təbiətdən, bitkilərdən, heyvanlardan danışacaq. Çünki onlar o cür düşünməyi çox sevirlər. Ev heyvanlarla oynamağı sevirlər və onlar haqqında çoxlu məlumat verirlər. Balıqçılıq, məsələn, evdə akvariumda balıq saxlasınlar. Təbiəti kəşf etməyi sevirlər. Məsələn, xoşları gəlir. O axtarsam ki, ay uşaq, məsələn, bağa getmə, bu vaxtı bağda ilan var, o onu maraqlandırmayacaq. Onda o qədər maraq var ki, o maraq onu çəkib aparacaq özünə ki, o öyrənsin, görsün bağda nə var. Və heç nə olmasa belə o mühitdə gəzmək belə onu rahatlandıracaq da. Belə məsələn, təbiətə qayğı göstərməyi çox sevirlər. Məsələn, təbiətə çıxmaq, heyvanlarla kontaktda olmaq, hətta məsələn görsək ki, qarşıda bir pişik var. Mən hətta keçən dəfə işə gedəndə nə görsəm yaxşıdır. 3-4 dənə it, bir dənə pişiyin üstə marşrutdan keçirdim. Təbii ki, gördüm onu. Bilmədim də sonra pişiyin taleyi necə oldu. Məsələn, gördüm ki, məsələn, bir neçə it pişiyin birinin üstünə məsələn hücum eləyiblər. Amma pişik təbii ki, özünü maksimal şəkildə müdafiə eləməyə çalışırdı. Amma bilmədim onu tam şəkildə necə bacardı, bacarmadı. Amma naturalist intellektli insanlar, düzdür, mən özüm də gördüm, narahat oldum. Amma naturalist intellektli insanlar mütləq şəkildə orada marşrutdan düşərdi. Bir şey eləyərdi də axır ki, mən marşrutdan düşmədim, gedib bir şey etmədim. Deməli, mən naturalist intellektli insan deyiləm. Yəni, öz işimi fikirləşdim ki, işə gedim, tez çatım da, yəni bundan sonraki marşrutdan getməyim. Daha sonra bədən kinestetik intellekt, bədən və hissiyat ilə düşünürlər. Belə insanlara toxunsaz, onu anidən hiss eləyəcəklər. Çünki bədənləri ilə başa düşməyi sevirlər hər şeyi, bədən. Daha sonra, məsələn, belə insanlara pis bir şəkildə toxunsam belə, onu hiss eləyəcək ki, başqası ona pis toxundu. Və yaxud da yaxşı toxundusa, yaxşı toxunduğunu hiss eləyəcək. Yəni, bu şeylərə qarşı çox həssasdır. Rəqs etməyi çox sevirlər. Məsələn, ritmi tutmasa belə rəqs edilir. Amma musiqili ritmdə onlar ritmə uyğun ayaq və əllərini hərəkət elətdirirlər. Bu musiqili ritmli olur. Amma belə insanlar rəqs etməyi çox sevirlər. Məsələn, görürsünüz, qeyri-peşəkar da olsa, məsələn, tutalım ki, bir baletdir də, balet oynamaqdır filan. Məsələn, görəcəksiniz ki, məsələn, o baleti oynayanlar da vardı, onu mükəmməl şəkildə. Bu olacaq musiqili ritmli. Çünki ona uyğun əl-ayaq hərəkətlərini hərəkətə gətirəcəklər. Amma məsəl üçün, bədən kinestetik olanlar isə tamam fərqlidir. Onlar məsələn ancaq oynayacaqlar. Musiqidən zövq alırlar, oynayırlar. Hərəkətləri yerində olmasa belə. Məsələn, jestlərdən istifadə edəcəklər, əl hərəkətlərindən. Məsələn, kiməsə toxunaraq söz demək istəyəcəklər. Çiyninə toxunacaq. Filan kəs, bir dənə bəri gəl. Məsələn, bax, belə etməklə də filan kəs bəri gəl. Toxunub onu özünə çağıracaq da, özünə yönəldəcək. Daha sonra, məsələn, tullanır. Uşaq da tullanır, düşür. Məsələn, qaçmaq istəyir. Görürsünüz, uşaqların çoxsunda bədən kinestetik intellekt var. Məsələn, istəyir ki, mən tullanıb düşəcəm, oradakı parkda zatı gedirlər. Rezinli belə döşəkçələr olur. Mən orada tullanmaq istəyirəm, belə filan. Yəni, daha çox rollu oyunları, bir də belə şey qeyd edeyim mənlər. Belə uşaqlar, məsələn, desəz ki, hansı əsəri səhnələşdirmək lazımdır, o onu göydə qəbul edəcək. Yəni ki, onun göydə qəbul etdiyi bir şeydir ki, siz ona deyəsiniz ki,
Məsələn, gəlin Hüseyn Cavidin ana əsəri səhnələşdirək. Onlar böyük məmnuniyyətlə bunu səhnələşdirəcəklər. Və yaxud da ki, Azərbaycan dilində hər hansı bir mətndir. Məsələn, tutalım ki, ibrətli bir mətndir və siz istəyəcəksiniz ki, bunu sinifdə canlandırasınız ki, uşaqlar həm də başa düşsün. İndi müəllimlər, əgər siz həmin əsəri sinifdə canlandırsanız, məsələn, bunu daha çox hərəkətli uşaqlara versəz daha yaxşı olar. Çünki o artıq hərəkətləri ilə həmin əsərin ideyasını başa düşmüş olacaq. Şəxslər arası belə qeyd edilir, verbal lingvistik olanlar onu oxuyub başa düşdülərsə, daha sonra digərləri dinləyib başa düşdülərsə, artıq bədən kinestetik insanlar daha çox onu səhnələşdirməklə, reallaşdırmaqla onu dərk edilmiş, başa düşmüş olurlar. Daha sonra müəllimlər, praktik şəkildə məsələn öyrənmədir, məsələn fiziki oyunlar keçirmədir. Belə uşaqlar fiziki tərbiyə dərsləri hədsiz çox sevirlər. Məsələn, tamaşa eləmək, nəsə tamaşaya əsər qoymaq, hərəkət etməkdir, məsələn idman hərəkətləri etməkdir və s. Daha sonra şəxslər arası intellektə sahib olan şagirdlər necə olurlar? Bunlar demək olar ki, şəxslərlə ideyalarını bölüşürlər. Belə insanlar başqalarının fikirlərini bölüşməyi sevirlər. Belə uşaqlar. Bu görürsən ki, axşamdan bəzi sözdür, görürsən ki, partada uşaqlar arasında pıça-pıç gedir. Deyirsən ki, bəs siz evdə danışmırsınız belə, məsəl üçün belə tənəffüsdə danışmırsınız. Məsələn, durub baxırlar adamın üzünə. Deməli, belə uşaqlar mənlər birinci şəxslər arası intellektə sahibdir. Onlar danışmasa dura bilmirlər. Mütləq qarşıdakı insandan fikir almalıdır. Köynək alacaq, sarı köynək. O sarı köynəyə da neçə dənə dostu, rəfiqəsi varsa, hamısını belə deyək ki, senzurasına keçirdib elə geyinəcək. Çünki belə insanlar başqalarına qərar verməyi sevirlər və demək lider olmağı sevirlər. Bir də o var müəllimlər. Qarşıdakı insanı tanımaq qabiliyyəti olur, empatiya qabiliyyəti olur. Məsələn, yaxşı təşkilatçı olurlar. Çünki bunlar ünsiyyəti çox sevirlər. Başqaları ilə ünsiyyətə girməyi sevdiklərinə görə, ətrafına daha çox insanlar topladığına görə lider olmağı çox sevirlər. Daha sonra təşkilatçılıq qabiliyyətləri çox yaxşı olur. Bir qrupda bir də görsün, məsələn, gəzməklə bağlı, məsələn, iş yoldaşları olsun, sinifdə uşaqlar, tələbə yoldaşları olsun, kimsə gedib piknik eləyir. Məsələn, ətrafda hamını razı salıb bir araya toplayan adam varsa, o bilinci şəxslər arası intellektə sahib olan adamdır. Yəni manipulyasiya etməyi sevirlər, başqalarını idarə etməyi sevirlər də. Məsələn, belə qeyd edək ki, öz fikirləri ilə. Elə adam var ki, məsələn, evdə görürsüz bəzən, məsəl üçün, deyək ki, həyat yolu, biri digərini manipulyasiya edir, özünə tabe edir. Bilin ki, şəxslər arası intellektə sahibdir. Məsələn, şənlikləri sevirlər, çünki orada insanlar var, onlarla ünsiyyətdə olmağı sevirlər. Belə insanlar dost qrupunda olmağı, qrup oyunları, belə insanlara lazımdır bunlar da. Sosial yığıncaqlar, klublar ki, bunlar özləri rahat hiss eləsinlər. Fərddaxili intellektə sahib olanlar müəllimlər öz hissləri və məqsədləri demək məqsədləri və ehtiyaclarına əsasən bunlar introvertdirlər də bir növ. Yəni məqsəd qoymağı sevirlər özləri üçün. Məqsədsiz iş görməyi sevirlər. Hətta belə insanlar görsəz müəllimlər, bir də görürsüz ki, bir gün əvvəldən bütün işlərini planlaşdırır, yazır bir yerə. Siz ona desəz ki, məsələn, gəl səndən falan yerə gəzməyə gedəcək. O deyəcək ki, yox, mən planımda yoxdur. Çünki bunların öz məqsədləri var. Plan qurmağı sevirlər və planla hərəkət etməyi də sevirlər və öz ehtiyaclarına əsasən davranırlar. Özlərinə hər şey, öz ehtiyaclarına əsasən davranırlar ki, özlərinə nə lazımdır? Nə lazım deyil. Yəni bunu başa düşürlər və sanki metakognitiv bacarıqlara sahibdirlər. Məsələn, belə insanlar xəyal qurmağı da sevirlər. Nəyisə planlamağı, məsələn, bayaq qeyd etdiyim kimi planlamağı da sevirlər. Məsələn, gizli məkanları sevirlər. Çünki onlar özləri ilə baş-başa qalırlar. Özləri də tək qalırlar. Qaldığı üçün, yəni vaxt demək olar ki, vaxt, seçimlər öz tempi ilə işləməyi sevirlər. Belə insanlar məsələn tutalım ki, yavaş öz temperamenti var da. Bu adam yavaş işləyərək işini daha təmiz gördüyünü hesab edir. Elə özünü bu cür tanıyır. Məsələn, kənarda qaynana ona desə ki, sən zirək deyilsən belə falan, o adam istər-istəməz pis olacaq özlüyündə. Nə fərqi var da? Yavaş görürəm, amma işimi görürəm. Elə deyil. Yəni insanlara, ona görə Gardner belə deyir ki, insanlara onların intellektinə görə yanaşmaq lazımdır. Sən öz intellektinə görə yanaşa bilməzsən də. O türklər deyir, biraz bencil olma. Yəni o mənada.
Deməli, baxın müəllimlər, verbal lingvistik ikinci cədvələ baxırıq. Mühazirə, müzakirə, məsələn söz oyunları, hekayə nəql etməyə bunlar çox sevirlər. Yəni məsələn baxın görürsüz kitablar, məsələn audio kitablar, səs yazıları vasitəsilə məsələn dərs materiallarını məsələn bunlar istifadə oluna bilər. Müəllimlərin məsələn istifadə etdiyi təlimatla bu barədə oxu, burada yaz, buna qulaq as deyəndə bu uşaqlar bunu çox sevinirlər. Bax bunlar açar məqamlardır ha, dəyərli müəllimlər. Bax elə bilməyin ki, bunu elə belə deyirəm. İnanın ki, yəni bunlar hamısı elə belə deyil. Bax desə ki, buna qulaq as, bunu yaz, bunu oxu, bu artıq olacaq verbal lingvistik. Çünki bu uşaqlar bunları sevirlər daha çox. Sonra məntiqi, məsələn məntiqi riyazi olanlar məntiqi tapmacalar sevirlər, problem həll etməyi sevirlər. Problem atı önünə bu deyəcək elə mənli idi də hər şey. Yəni dəqiq elmlər üzrə eksperiment aparmaq, məsələn kimyadır, fizikadır, eksperiment aparmağı sevirlər. Tənqidi düşüncə, məsələn, rəqəmli oyunlar, məsələn, coğrafiya üzrə hesablamalardır, miqyas hesablamalardır, bunlar çox sevirlər. Sonra, məsələn, belə insanlar üçün dərs materialları hansılardır? Kalkulyatordan istifadə etmək, çünki hesablama var burada. Daha sonra müəllimlər, daha sonra dəqiq demək olar ki, fənləri tədqiq üçün lazım olan avadanlıqlar. Məsələn, tutalım ki, kimya laboratoriyasına hansı avadanlıqlar lazımdır? Fizika laboratoriyasına hansı avadanlıqlar lazımdır? Daha sonra riyazi oyunlar verir. Crossword həll eləsin, çox sevirlər də. Məsələn, deyək ki, kəmiyyəti hesabla. Desəz ki, siz buna kəmiyyəti hesabla, daha sonra bu barədə tənqidi düşün, bunlar çox sevinəcəklər. Çünki hesablamaq, tənqidi fikirlər irəli sürmək bu insanların ən çox sevdiyi işlərdən biridir. Daha sonra müəllimlər, deməli gəlirik biz burada deməli musiqi ritmli. Bunlar ritmlə öyrənməyi sevirlər. İstəyirlər ki, musiqi olsun ki, bunlar musiqi ilə dinləsinlər. Məsələn, daha sonra burada öyrədici mahnılar, musiqi növlərini çox sevirlər. Məsələn, belə insanlar mahnıları da tanıyırlar, bəstəkarları da tanıyırlar və s. Hansı musiqini dinləyəndə onlar daha rahat işləyə bilirlər və s. Bunlar hamısını bilirlər də, belə qeyd eləyək. Daha sonra məsələn səs yazma vasitələri, bunların məsələn lazım olan alətlər, məsələn musiqi alətləri, gitara olsun, piano olsun, sevirlər də, yəni bunlar. Yəni bunlar üçün əsas material budur. Dərsdə də bu vasitələrdən istifadə etmək olar. Bəs bu uşaqlara bizim verdiyimiz komanda nə ola bilər? Dinlə, ifa et. Məsələn, bax dinlə, ifa et. Bax bildiniz, bax bu açar söz olanda bilin ki, bu məntiqi, musiqili ritmli intellekti sahib olan uşaqlara verilən komandadır. İndi məkan vizuala baxaq. Vizual təqdimatlar, təsəvvür oyunları, beyin xəritəsi, təsviri incəsənətlə bağlı tapşırıqlar. Bilin ki, məkan vizual, nəyinsə beyində canlandırılması varsa, beyində xəritəsinin çizilməsi varsa, bu məkan vizualdır, dəyərli müəllimlər. Deməli, daha sonra bunlara lazım olan havada qrafiklər, xəritələr, konstruksiyalar, bax xəritə üzərində işləməyə müəllimlər məkan vizuala aiddir. Sonra konstruksiyalar qurmaqdırsa, konstruksiyalar üzərində çalışmaqdırsa, bu məkan vizualdır. Məkan vizualdır. Daha sonra müəllimlər, daha sonra məsələn kameraların məsələn üçün izləsinlər haranı. Məsələn, şəkil kitabxanası olsun, məsələn, şəkil kitabxanası olsun, məsələn, girsin ora. Elə adamlar var ki, məsələn, otağına girirsən, otağı bütün şəkildir. Otağı bütün şəkildir, məsələn, görürsünüz. Belə uşaqlar necə olurlar müəllimlər? Bunlar belə xoşlayırlar da, yəni onlar rənglərlə düşünsünlər. Yəni bu onları daha çox yəni sevindirir, belə deyək. Daha sonra müəllimlər, məsələn, bu uşaqlara nəyi tapşıra bilərsiniz? Bunu rənglə, buna bax, bunu çək. Məsələn, beyin xəritəsi düzəlt. Bax, sizin uşaqlara verə biləcəyiniz komandalar bunlardır. Üzr istəyirəm müəllimlər. Davam edeyim. Deməli, məkan vizual müəllimlər. Bunlar məsələn vizual təqdimatları, yəni dərsdəki fəaliyyət nədir? Vizual təqdimatlar, məsələn görsəl təqdimatlar, təsəvvür oyunları. Belə insanlara desəz ki, təsəvvür elə ki, filan şey filandır. Bu təsəvvür eləyəcək.
Yəni gözün qarşısına canlandıracaq. Beyin xəritəsi yaradırlar. Məsələn, təsviri incəsənətlə bağlı tapşırıqlar verin. Məsələn, şəkil çək. Məsələn, qrup işi keçirirəm mən uşaqlarla sinifdə. Uşaqlardan məsələn bəzisi deyir ki, müəllim mən şəkil çəkə bilərəm həmin mövzuya uyğun. Deyirəm, hə, çəkə bilərsən. Çünki o uşağın beyni daha çox onunla düşünməyi sevir. Təbii ki, mən də bir müəllim olaraq şərait yaratmalıyam ki, olsun. O özünü dərsdə rahat hiss edə bilsin. Yox, əgər desəm ki, yox, sən də digərləri kimi yaz, araşdır, belə elə. Axı onun maraq dairəsində deyil o qədər. Artıq o biraz da maraqsız yanaşacaq dərsə. Belə uşaqlar üçün məsələn dərs materialları, qrafiklər, xəritələr, bax xəritə üzərində işləsinlər. Məsələn, coğrafiya dərsini çox sevirlər. Oradakı axı rənglidir axı, belə mavi dənizlər, ölkələrin rəngləri və s. Yəni görürsüz rənglərə baxa fikirləşməyi sevirlər. Məsələn, konstruksiyaları qursunlar, nəsə konstruksiyalar. Sonra kameralarda, məsələn, kamera nəzarəti olsun, şəkil kitabxanası, məsələn, şəkil deyək ki, muzeyləri olsun, məsələn, getsin baxsın. Məsələn, bunlara verdiyiniz komanda olacaq, bunu rənglə, buna bax, bunu çək, bunun beyin xəritəsini düzəlt. Bu açar məqamlarda müəllimlər. Sonra gəlir müəllimlər naturalisti. Təbiətin öyrənilməsi, heyvanlara qayğı, ekoloji məlumatlılıq, yəni heyvanlar haqqında öyrənmə, təbiəti öyrənmə, ekologiyaya vurulan zərərlər və s. Məsələn, bitkilər, belə uşaqlar, məsələn, dərs materialları, məsələn, bitkiləri gətirə bilərsiniz. Məsələn, fotosintez prosesi gedir. Məsələn, biologiya müəllimləri bəzən bizim biologiya müəllimimiz var idi, sinifə gətirmişdi gülü, çiçəyin tozlanma necə olur, onu demək, yəni göstərmişdi. Müəllim tozlanmanın necə olduğunu göstərmişdi və təbii ki, yəni burada dərs materialı olaraq heyvanlar, məsələn, tutalım ki, pişiyi gətirib müəllim onu nümayiş elətdirə bilər və yaxud da ki, kirpini gətirib kirpini məsələn dərs materialı kimi istifadə edə bilər. Məsələn, balıqçılıq alətləri, tilovdur və s. digərlərini dərs materialı kimi istifadə edə bilər. Deməli, müəllimlər, belə uşaqlar da canlı təbiət aləmi ilə demək əlaqədardır. Məsələn, canlı və təbiət aləmi ilə əlaqəli olmağı sevirlər. Yəni ona görə də bu tip uşaqlara heyvanlar, quşlar, bitkilər və s. haqqında sual verir. Desən ki, sən onun haqqında məlumat ver, onu deyəcək. Məsələn, mənim 5-ci sinifdə bir şagirdim var, çox dəcəldir və müəllimlər həqiqətən onu zəbt eləməkdə çətinlik çəkirlər. Çünki uşağın ailəsi çox problemlidir. Amma dərslərin birində mən fikir verdim ki, uşaqlara məsələn arılarla bağlı bir mövzu idi. Bölmə heyvanlar və bitkilərlə bağlı idi və elə bir an yarandı ki, mən qrup işi təşkil etməli oldum. O uşağa dedim ki, qoşulsun qrup işinə və o uşaq heç vaxt məsələn dərs ilinin əvvəlindən əlinə kitab alıb oxumayan uşaq, məsələn, ancaq əlində yalandan cızmaqaralar edən uşaq arılar barədə o qədər gözəl məlumat verdi ki, mənə özü fikrini çaşmadan, səlis şəkildə. Yəni bu o deməkdir ki, o uşağın yəni maraq dairəsi tamamilə o istiqamətdədir. Bədən kinestetik müəllimlər praktik demək olar ki, öyrənməyi sevirlər. Məsələn, tamaşa, rəqs, öyrədici idmanı çox sevirlər. Məsələn, müəllim, belə insanlar, belə uşaqlar daha çox fiziki tərbiyə dərslərini çox sevirlər. Çünki orada hərəkət var da, belə qeyd edək. Məsələn, belə burada dərs materialı olaraq istifadə oluna biləcək avadanlıqlar. Məsələn, qurğu alətləri var. Tutalım, məsələn, gil, idman avadanlıqları və s. bunlar dərs materialı kimi istifadə oluna bilər. Belə uşaqlara müəllimlər, biz hansı komandanı verə bilərik? Qur, tamaşanı canlandır, toxun, rəqs et. Bax, belə komandalar verməklə istər-istəməz uşaqlarda belə qeyd edək ki, onları yəni dərsə cəlb edə bilərik. Şəxslər arası intellektə sahib olan birgə öyrənmə ilə yoldaş və qarşılıqlı öyrənməni çox sevirlər. Məsələn, layihə üzərində iş, stolüstü oyunları çox sevirlər. Daha sonra, məsələn, layihə üzərində iş nədir? Qrup şəklində aparılır və belə insanlar qruplarda olur. Daha sonra stolüstü oyunları çox sevirlər. Məsələn, qrup şəklində, məsələn, belə qeyd edək, yarışlar keçirilir, tələbə vaxtda keçirilirdi, bilik oyunları zad belə.
Rollu oyunlar üçün məsələn kartlar, məsələn bu uşaqlar üçün məsələn əsas vəsaitlərdən biri ola bilər. Məsələn tədbir təşkil etmək. Məsələn çünki bu belə insanlarda lider ruhu, qabarıq olduğuna görə bunlarda tədbirlərdə iştirak etmək marağı, qabiliyyəti çox güclüdür. Məsələn indi biz bu uşaqlara hansı komandanı verə bilərik? Yoldaşına öyrət, bircə işləyin, qarşılıqlı çalışın. Bax belə, fərddaxili intellektli uşaqlar müəllimlər individual yanaşmanı daha çox sevirlər, fərdi şəkildə öyrənirlər və onlar istəyirlər ki, müəllimlər ona fərdi şəkildə yanaşsın. Nə deyirlərsə, başqası ilə bir yerdə ona tapşırıq verməsinlər, onun özünə tapşırıq versinlər və məsələn layihə üzrə materiallar hazırlaya bilərlər. Məsələn, özünü yoxlama materialları hazırlayırlar, jurnallar yazırlar, özlərinə bağlı, özləri ilə əlaqədardır və belə uşaqlarda mən anlayışı daha çox güclü olur, dəyərli müəllimlər. Davam eləyək. Keçək. Deməli, gəlin burada indi əsas anlayışlara keçək. İndi biz bu intellekt növlərinin gəlin strategiyalarına diqqət edək. Görək burada nələr varmış. Verbal lingvistik dedik ki, sözlərlə düşünürlər. Belə insanlara oxu, yaz, məsələn bu tipli komanda versək, məsələn dinlə və s. yəni bu kimi komandalar versək, onlar çox sevinəcəklər. Çünki bu onların sevdiyi bir şeydir. Çünki onlar sözlərlə düşünməyi sevirlər. Və belə şagirdlərə, məsələn biz hansı strategiyadan istifadə edə bilərik müəllimlər? Aha. Deməli, baxın, gündəlik tutulması. Baxın, mən uşaqlara şəxsi jurnal tutmağı tapşırmışam. Bu şəxsi jurnal tutmaq nə deməkdir? Uşaqlar öz gündəliklərinə, özləri ilə bağlı olan bilikləri davamlı şəkildə yazırlar. Və burada məsələn gündəliklər, məsələn riyaziyyat, dəqiq elmlər, məsələn sınaqdan keçirdiyi fərziyyələr də məsələn qeyd eləyə bilər. Mən nə öyrəndiyim, bu öyrəndiklərim nədir, nə dərəcədə işə yaradı və s. Görürsünüz, özü barədə. Məsələn, insanlar var, məsələn, özləri ilə bağlı, məsələn, planlar qururlar filanı. Məsələn, adam var ki, öz istəklərini, arzularını bir yerə yazır mütləq şəkildə. Çünki o, məsələn, həm bunu dilinə gətirərək, həm də yazaraq sevir də, yəni belə. Bu halda belə uşaqlar verbal lingvistik olurlar və bu şəxsi gündəliklərin tutulması elə bir şeydir ki, müəllimlər, elə bir an ola bilər ki, məsələn, uşaq istəsə bunu sinif yoldaşı və digər məsələn müəllimlər və sinif yoldaşı dostları ilə bölüşə bilərlər. Yəni istəsələr. Yəni bunlar fənlər üzrə aparılır. Məsələn mən coğrafiya fənni üzrə bu gün bunu öyrəndim. Testdə məsələn bu qədər test işlədim və bu qədər testdə hansını səhv elədim, səhv etməyimin səbəbi nədir və s. bax belə özü üçün gündəlik tuta bilər. Daha sonra müəllimlər, hekayə xəritəsi. Hekayə xəritəsi o deməkdir ki, uşaqlar hekayəni oxuyurlar, dərindən mənimsəyirlər. Hansı obrazlar var, əsas obrazlar kimlərdir, əsas ideyası nədir, mövzu nədən götürülür və s. Bunları mənimsəyəndən sonra müəllim onlara ağac formasında bir hekayə xəritəsi verir. Məsələn, biz 5-ci sinifdə uşaqlarla məsələn daha çox iş dəftərində olur. Dərslikdə çox az hallarda rast gəlmişəm ki, yəni hekayə xəritəsi. Deyir ki, hekayə xəritəsini doldurmaq lazımdır. Orada da nələrə yer var müəllimlər? Orada da demək olar ki, baxın, əsas obrazlar, hadisə harda, hadisənin məkanı, hadisə baş verdiyi yerdir, hadisə necə baş verir, əsas obraz kimdir, əsərin əsas ideyası nədir, qoyulan problem nədir və s. Baxın, biz əsəri, ədəbiyyatı təhlil edirik. Əslində bu hekayə xəritəsinə uyğun olaraq təhlil edirik. Daha sonra dəyərli müəllimlər gəlir nə? Balıq ovu. Balıq ovu nə deməkdir? Bu strategiya o deməkdir ki, deməli müəllim balıq formasında fiqurlar kəsir və onu bir balaca qaba atır və hər qabın üzərinə də, məsələn tutalım ki, BSG-lərə yaxın bunu keçirmək olar. Bax belə deyə uşaqlarla təkrar etməkdən ötəri. Məsələn uşaqlara bölmələri təkrar etməyi tapşıra bilərsiniz və bu zaman müəllim balıq formasında fiqurlar hazırlayıb akvariuma ata bilər və nəticə etibarilə uşaqlara deyə bilər ki, məsələn hər bir bölmənin adını yazır, atır akvariuma və hansı qrup, məsələn uşaqlar bu zaman müəllimlər qruplara ayrılırlar.
qruplara bölünürlər və hər bir qrup bir karton seçir və sonra həmin mövzuları gedirlər ümumiləşdirirlər. Məsələn, tutalım ki, elə bölmə var ki, onlara 5 mövzu düşür. Elə bölmə var ki, ona 4 mövzu düşür və s. baxır da. Yəni o bölmədəki mövzuları ümumiləşdirib müəllim şagirdlər axırda öz fikirlərini bildirmiş olurlar. Yəni hər mövzu haqqında ayrı-ayrı fikir söyləmirlər. Fikirlərini ümumiləşdirirlər və əsərlərdən istinad edirlər. Əsərlərdən nümunə gətirirlər. Daha sonra müəllimlər gəldi məntiqi riyazi intellektə gəlirik. Bu uşaqlar müəllimlər dedik ki, təqlid təfəkkürlü uşaqlardılar və belə uşaqlar məsələn deyək ki, lingvistik və məntiqi riyazi olmasına asılı olmayaraq hər hansı bir informasiyanı təsdiq etməyi, kateqoriyalara ayırmağı çox sevirlər. Kateqoriyalara ayırsınlar, təsdiq etsinlər. Onlar bunu çox sevirlər. Daha sonra müəllimlər gəldik Sokrat dialoqu. Sokrat dialoqu nə deməkdir? Sokrat dialoqu burada məsələn bizim bildiyimiz Sokrat dialoqu deyil. Bu nə deməkdir? Uşaqlar hər hansı bir mövzu ilə bağlı bir fikir irəli sürə bilərlər və bu fikri irəli sürdükləri zaman belə ola bilər ki, müəllim başlayar həmin mövzu ilə bağlı uşaqlara müxtəlif suallar ünvanlayar və bu sualların ünvanlanması zamanı dəyərli müəllimlər, burada müəllimin əsas məqsədi uşaqları çətin vəziyyətdə qoymaq deyil. Burada müəllimin əsas məqsədi uşaqları daha çox tənqidi düşünməyə sövq etməkdir və ona dəvət etməkdir. Ki, uşaqlar görüm nə dərəcədə tənqidi düşünə bilirlər, nə dərəcədə bu irəli sürdükləri fikri başa düşə bilirlər, yoxsa bunu şuurlu şəkildə edib, yoxsa şuursuz şəkildə edib. Görəsən bu sualı uşaq məndən bu məlumatı axtararkən uşaq nəyin üzərində düşünərək bunu edib? Yəni bu şəkildə deməli bu şəkildə dərinliklərə gedir. İndi link bağlanacaq, mən linki yenidən göndərəcəm müəllimlər. Verbal lingvistik. Verbal lingvistik bildik ki, bunun 3 strategiyası var. Gündəlik tutulması, hekayə xəritəsi, balıq ovu. Məntiqi riyazi intellekti deməli strategiyalar hansılardır? Təsnifat və kateqoriyalara ayırma, Sokrat dialoqu. Məsələn, təsnifat kateqoriyalara ayırma. Məsələn, siz deyə bilərsiniz ki, dastanları uşaqlara məsələn deyə bilərsiniz ki, kateqoriyalara ayırın. Məsələn, o ayıra bilər sevə-sevə. Bu uşaqların sevdiyi bir şeydir. Məntiqi riyazi intellekti. Məsələn, nəyisə kateqoriyalara, məsələn, ayrı-ayrı ayırsın, qoysun. Məsələn, hər bir şeyi özünə uyğun qruplaşdırma, yəni bu uşaqların sevimli işidir. Musiqili ritmli intellekt bu nə deməkdir müəllimlər? Yəni bunun da 4 strategiyası var. Ritm, mahnı, rep. Yəni burada nədir? Belə öyrətmək istədiyiniz bir şeyin əsas vacib hissəsini götürün, onu ritm, mahnı və rep kimi oxunacaq formaya salın. Həm ritm, həm mahnı, həm də rep formasına salmaq lazımdır da. Yəni ritm də olmalıdır orada. Yəni elə belə olmamalıdır. Daha sonra mənim kontekst musiqi nə deməkdir? Bu kontekst nə deməkdir? Vəziyyətə uyğun deməkdir. Siz yəni vəziyyətə uyğun bir hal yaratmalısınız. Məsələn, həmin bölməyə keçməmişdən əvvəl o bölmə ilə bağlı bir musiqi və yaxud da bir səs yazısı sinifdə, məsələn, səs sinifdə belə qeyd edək ki, səsləndirə bilərsiniz. Məsələn, siz elə bir bölməyə girirsiniz ki, o bölmədə təbiət hadisələri ilə bağlı məsələn danışılacaq, görəcəksiniz ki, yağışın yağması və s. bundan bəhs olunursa, məsələn, deyək ki, göy gurultusu, şimşək çaxma, yağış yağma və s. bax, belə bir səs, fonda belə bir musiqini və yaxud da belə bir səsi qoşa bilərsiniz. Kontekst musiqi budur. Məsəl üçün, tutalım ki, Koroğlu dastanını keçirsiniz. Məsələn, o bölmədə keçəcəksiniz. Koroğlu dastanı ilə bağlı fonda bir musiqi yetməlidir. Hansı ki, o Koroğlu, məsələn, o operasının uverturu ola bilər. Məsələn, uşaqların diqqətini bu yöndə cəlb edə bilər. Yəni, kontekst musiqi, yəni sizin, belə deyək ki, yerinə düşən anda istifadə etdiyiniz musiqidir. Yəni, bir bölmə keçilməmişdən əvvəl o bölməyə aid olan musiqinin səsləndirilməsidir. Daha sonra müəllimlər replə öyrən. Yəni, mövzu və bölmədə keçirilənləri
replərdən, şagirdlərdən fərdi və qrup şəklində. Baxın, diqqətli olun. Replə öyrən, fərdi və qrup şəklində öyrəndikləri əsas ideya faktları qeyd etdikləri rep. Məsələn, tutalım ki, uşaqlar qrup şəklində ayrılıblar, dərsi icra ediblər. Məsələn, mən deyirəm ki, tapdığınız əsas o anlayışları, fikirləri replə ifa edin. Və uşaqlar başlayırlar bunu rep şəklində, rep deyən kimi bunu icra edirlər. Bu olur replə öyrən. Məsələn, qafiyəli sözlər, tutalım ki, məsələn, bir mövzu ilə bağlı açar məqamlar ortaya çıxır. Məsələn, tutalım ki, klaster üsulunu istifadə etmisiniz, çoxlu açar məqamlar müəyyən etmisiniz və sonra uşaqlara deyə bilərsiniz ki, gəlin bunlarda qafiyəli sözlər yaradaq. Yəni, qafiyəli şəkildə qafiyələnə bir neçə sözlə fikirləşib tapaq. Məsələn, tutalım, belə deyək, klasterin tərkibində hər hansı bir anlayışdır. O anlayışa uyğun siz sözlər fikirləşib tapmalısınız və onu deyək ki, tapılan sözlərə uyğun qafiyəli şəkildə tapmağa uşaqlara tapşıra bilərsiniz. Deməli, musiqili ritmli intellekt, ritm mahnı rep, kontekst musiqi, replə öyrən, qafiyəli sözlər adlı, yəni 4 dənə strategiyası var. Məkan vizual müəllimlər. Biz dedik ki, məkan vizual olan insanlar hər şeyi beyinlərində canlandırmağı sevirlər. Sanki istəyirlər ki, ilk öncə onun filmini beyinlərində çəksinlər, daha sonra reallaşdırsınlar. Yəni, daxili lövhə yaratmağı sevirlər beyinlərində. Kino kimi ona baxsınlar, daha sonra onu reallaşdırsınlar müəllimlər. İndi gəlin növbəti səhifəyə keçək. Deməli, belə insanlar, məsələn, tutalım ki, belə şagirdlərə hansı strategiyadan istifadə etsək, onlar daha çox, yəni buna maraqlı olarlar. Məsələn, bax deyək ki, bunlar rənglərlə düşünməyi çox sevirlər. Bu nə deməkdir? Məkan vizual intellekti yüksək olan şagirdlər, məsələn, rənglərə qarşı çox həssas olurlar. Ona görə də rənglərdən, məsələn, dərs mühitində bir alət kimi, bir vasitə kimi istifadə edilməsi daha uyğundur. Niyə görə? Çünki, məsələn, məktəb mühitində daha çox monoton rənglərdən istifadə olunur da, iki cür rənglər istifadə olunur, sadə rənglərdə. Amma, məsələn, müəllimlər görürsünüz, ibtidai sinif müəllimləri daha çox və yaxud da bağçalarda müxtəlif rənglərdən istifadə olunur. Müxtəlif rənglərdən istifadə olunur. Divara ağac şəkli çəkilə bilər. Daha sonra, məsəl üçün, müəyyən gül rəsmləri çəkilə bilər divara və bu da uşaqların diqqətini cəlb etmiş ola bilər. Yəni, məsələn, rənglərlə düşünən şagirdlərin diqqətini cəlb edəcək və onlar prosesdə özlərini daha rahat hiss edəcəklər. Çünki rənglər onlara rahatlıq verəcək. Hətta biz keçdiyimiz dərslərin birində nə dedik? Dedik ki, sinifdə, səmərəli təlim mühitində nə dedik? Sinifdə elə bir, məsələn, rəng də mühüm rol oynayır. Biz orada nə dedik? Dedik ki, məsələn, tutalım ki, daha aşağı sinif şagirdləri daha çox rənglərə üstünlük verirlər. Amma yuxarı sinif şagirdləri isə rəngləri, məsələn, daha çox sadə rənglərdən istifadə edirlər. Amma, məsələn üçün, belə uşaqlar rənglərə daha çox üstünlük verirlər. Bax, bunu biz harada görə bilərik? Məsələn, kitabda dərs oxuyarkən, məsələn, görürsünüz, qələmlə deyil, məsələn, flamasterla, məsələn, altına, rəngli flamasterlarla, məsələn, özünə maraqlı gələn, özünə daha çox vacib saydığı bilikləri hərəsinin altından bir flamasterla belə qeyd edir və yaxud da bir başqa fərqli rəngli karandaşlarına cızmaqara ata bilər. Yəni, bu da rənglərlə düşünmə anlayışını ehtiva edir. İdeyalar eskizi müəllimlər. Məsələn, tarixdə bir çox görkəmli şəxslər, yəni bir zəfərlər qazanmamışdan əvvəl ilk öncə onları beyinlərində düşünmüşlər. Təbii ki, bu belədir. Çünki biz hər bir işi mütləq şəkildə biz onun əksini beynimizdə qurmalıyıq və bunu məqsədə çevirməliyik. Məsələn, xəyalpərəst insan olurlar da, belə insanlar. Beyinlərində birinci onun çertyojunu çəkirlər. Çertyojunu çəkəndən sonra, ondan sonra növbəti proses olaraq keçirlər onu yaratmağa. Məsələn, tutalım ki,
belə qeyd eləyək də, ideyalar eskizi. Bax, məsəl üçün ev tikmək istəyirsiniz, elə deyil. Ev tikmək istəyirsiniz və deyirsiniz ki, məsələn, evin 3 otağı olsun, hə, 3 otaqlı bir mərtəbə ev olsun, həyəti falan olsun, belə olsun, falan tərəfdə mən gül əkmək istəyirəm, belə falan. Məsələn, beyninizdə bunu canlandırırsınız da və daha sonra başlayırsınız onun çertyojunu çəkməyə. Bu nə olur müəllimlər? Bu ideyalar eskizi olur. Çünki o ideya sizin beyninizdədir və siz onu reallaşdırırsınız, vizuallaşdırırsınız. Sonra müəllimlər, qrafik simvollar. Qrafik simvollar o deməkdir ki, məsələn, cümləni sintaktik təhlil eləyirsiniz. Orada mübtəda, xəbər, təyin, tamamlıq, zərfliyi, özünün işarələri var. Qrafik simvollardır. Hər bir anlayışın özünün öz simvolu. Məsələn, kök və şəkilçiyə ayırırsınız sözləri. Leksik və qrammatik şəkilçilər. Bunlar ayırırsınız. Daha sonra müəllimlər, bax sizə demək lazımdır nəyi? Məsələn, müəllimlər, tutalım, fizika müəllimləri keçən zaman uşağa deyir ki, düz xətli bərabər sürətli hərəkətin, məsələn, qrafikini çək. Uşaq gəlir, onun qrafikini çəkir. Məsəl üçün, tutalım, deyək ki, hansısa məsələn, deyək ki, məsəl üçün də işarəmi deyək nəsə, vektorial cəmiyyətdir, hansı vektorial deyil. Məsələn, ola bilər ki, hər hansı bir anlayışın özünə məxsus bir şəkli var və s. Məsələn, hərəsinin özünə öz bir simvolu var da, belə deyək və bu olur qrafik simvollar. Müəllimlər, daha sonra gəldik, baxdıq, yəni məkan vizual nə oldu? Rənglər, ideyalar eskizi və qrafik simvollar adlı 3 deməli strategiyası var. Növbəti naturalistik intellekt. Bu tədrisdə adətən uşaqlar bəzən məsələn sinif mühitində olurlar və sıxıla bilərlər və biz də bəzən onları anlaya bilərik ki, sən niyə dərsi dinləmirsən? Uşağın üstünə düşə bilərik, elə deyil. Daha başa düşmürük ki, o uşağa sinif darıxdırıcı gəlir və arada ona təbiətlə bağlı suallar vermək və onun diqqətini təbiətə yönləndirmək lazımdır. Və bilirik ki, tədris prosesi hər zaman sinif daxilində olmaya bilər və biz uşaqları kənara da apara bilərik. Ekskursiyalara apara bilərik. Məsələn, tutalım ki, botanika bağına apara bilərik, meşəyə apara bilərik. Məsələn, müəyyən hər hansı bir təcrübəni göstərməkdən ötəri. Baxın, qeyd olunur ki, məşhur deyir fizik, yəni Nobel mükafatı laureatı, deməli Richard Feynman deyib ki, mənim deyir elmə gəlməyimdə atamın böyük rolu olub. Deməli günlərin bir günü bunlar atası ilə meşədə gəzərkən, bilmirəm meşədə ya parkda gəzərkən, bunlar belə qeyd eləyək ki, atası ona hər daim hər addım atdığında sual verir. Sual verir və bunun cavab verməsini gözləyib. Və bu zaman belə qeyd eləyək ki, məsələn deyib ki, o dəliyi ağacda nə atıb, səncə hansı heyvan atıb? Məsələn, atası ona sual verdikcə uşağının fikirləri ona maraqlı gəlir və o başlayıb tənqidi fikirlər irəli sürməyə müəllimlər. Deməli, artıq onun barədə düşünməyə. Yəni, burada o Richard Feynman qeyd edir ki, mənim atamın məni götürüb təbiətə çıxmağı əslində, yəni mənim elmə gəlməyimə kömək oldu. Deməli, biz uşaqları fərqli yolla elmə və təhsilə cəlb edə bilərik. Yəni, bunun da fərqli cəhətlərindən biri də nədir? Dəyərli müəllimlər, fərqli tərəflərindən biri də təbiətlə gəzintidir. Deməli, təbiətdə gəzintiyə çıxmaq, uşaqların belə qeyd eləyək ki, tənqidi fikirlərini almaq əslində onların tədrisə münasibətlərinə dəyişə bilən amillərdən biri ola bilər. Daha sonra müəllimlər, pəncərə. Sinifdə məsələn diqqətsiz şagird ola bilər və biz görürük ki, diqqəti yayınır onun. Baxın uşaqlar, hava bu gün buludludur. Sizcə yağış yağacaq yoxsa yox? Belə bir suallar verə bilərik. Məsələn, tutalım ki, sizcə pəncərənin önündəki ağac nə ağacıdır? Və bu ağacın faydaları nədir? Anidən bir sual verə bilərsiniz. Sonra müəllimlər, sual verə bilərsiniz. Bax nəyi? Tutalım ki, indi uşaqlar çöldə yağış yağır. Bu yağış haqqında nə deyə bilərsiniz? Uşaqlar deyə bilər ki, bu yağan yağış yaz yağışıdır. Naturalistik intellekti olan uşaqlar anidən bu suala cavab verməyə çalışacaqlar. Sonra müəllimlər, bitkiləri öyrənmə vasitəsi kimi seçmək. Bitkiləri məsələn baxın, biz onu dərsdə bir alətə çeviririk. Necə ki, məsələn yazı yazmaq üçün qələmdən istifadə edirik, oxumaq üçün kitabdan istifadə. Bunlar bir alətdir. Yəni bitkiləri də biz bir alətə çevirə bilərik. Hətta mənim yadıma gəlir,
mənim biologiya müəllimim gülü sinifə gətirmişdi və orada tozlanmanı bizə göstərirdi ki, tozlanma bax bu cür gedir çiçəklərdə. Dibçəkləri gətirib müəllimlər orada üzərində eksperiment apara bilər və yaxud da ki, uşaqlara məsələn tutalım ki, biologiya dərsi bir bölmə ərzində siz bitkilər haqqında müəyyən məlumat verməlisiniz və həmin məsələn bölmədə bitkilərin əkilməsi haqqında məlumat varsa, siz məsələn uşaqlara məktəbə dibçək gətirməsini və məsələn uşaqların özləri ilə torpaq gətirməsini və müəyyən bitkiləri, məsələn müəllim toxum verə bilər, uşaqlar da həmin bitkiləri əkə bilərlər və əkib müəyyən müddət sinifdə və yaxud da aparıb evlərində qulluq eləyə bilərlər. Və elə uşaq var ki, onda dibçəyində gül məsələn açacaq, çiçəklənəcək. Elə uşaq var ki, açmayacaq, çiçəklənməyəcək və uşaq bunu müşahidə eləyəcək və gəlib bildikləri müəllimlə danışacaq, bölüşəcək və müəllimin ona dediyi hər bir fikir təbii ki, uşağın beyninə yazılacaq və o gedəcək öz səhvini düzəltməyə çalışacaq. Yəni belə insanlar, məsələn naturalist intellektli uşaqlar o istiqamətə səhv etsə də, onun marağı o istiqamətdə olduğuna görə o səhvlərindən belə ləzzət almağı sevir. Daha sonra müəllimlər gəldi bədən kinestetik intellektə. Bədən kinestetik intellekt belə insanlar hərəkətdə olmağı sevirlər, istəyirlər. Bax sinifdə oturur, ayaqları tərpədir, əlləri dinc durmur. Ki məsələn deyir mən də öyrədim, müəllim əlim idi. Məsələn deyirəm ki, niyə sən o vurdu? Deyir yox mən də öyrədim, əlim idi. Məsələn dayana bilmir, axı dinc dayana bilmir. Deməli elə uşaqlara elə bir fəaliyyət vermək lazımdır ki, həmin uşaqların belə deyək ki, enerji balansı, hansı ki hərəkət enerji balansı ödənmiş olsun. Belə, müəllimlər, deyək ki, bədən cavabı. Məsələn, tutalım ki, biz dedik ki, necə ki, dibçəklərdən dərsdə bir vasitə kimi istifadə olunursa, burada da insanın bədənindən, bədən üzvlərindən, yəni burada bədən cavabı da bədən üzvlərindən belə qeyd eləyək ki, dərsdə bir vasitə kimi istifadə olunmasını çağırırıq. Bax, o necə olur? Məsələn, tutalım ki, uşaq dərsi öyrənibsə, məsələn, dərsi tam öyrənməyibsə, bir barmağını qaldıra bilər, tam öyrənibsə, 5 barmağını da məsələn əli ilə də yəni açıb qaldıra bilər. Yəni və biz bununla artıq başa düşürük ki, məsələn tutalım ki, uşaqlara deyirik ki, bunu bəyəndiniz və əl hərəkəti ilə bədəninizlə, bədən üzvlərinizlə bunu bildirin. Uşaqlar məsələn əl işarəsini əla və yaxud da bəyənmədiklərini əla işarəsini məsələn aşağıya doğru edə bilərlər ki, yəni bəyənmədikləri. Yəni bədənləri ilə cavab vermiş olurlar uşaqlar burada. Daha sonra məsələn sinif teatrı. Məsələn ola bilər ki, hər hansı bir əsəri sinifdə səhnələşdirək. Məsələn tutalım ki, keçən il son gecəsi əsərini biz 9-cu sinifdə səhnələşdirmişdik. Məsələn, hər uşaq bir rolu götürdü və başladılar danışmağa, çox da maraqlı keçdi. Məsələn, 8-ci sinifdə ana əsərini elə canlandırmışdıq, çox maraqlı idi. Yəni belə qeyd edeyim ki, dəyərli müəllimlər, yəni burada artıq sinif teatrı yaratmaq lazımdır. Və yaxud da sizin özünüzün qurduğu bir situasiya ola bilər və yaxud da Azərbaycan dilində hər hansı bir mətn ola bilər ki, siz bunu səhnələşdirə bilərsiniz. Yəni belə prosesə daha çox bədən kinestetik uşaqlar daha çox maraqlı və həvəsli olacaqlar. Daha sonra müəllimlər bədən xəritəsi. Yenə də bədən üzvlərimizi biz burada, yəni tədris prosesində bir vasitə kimi istifadə etməyə çalışırıq. Məsələn, simvolizə eləyirik. Məsələn, bir rəqəmini vurğulamaq üçün məsələn, ayağını, məsələn 2 rəqəmi məsələn tutalım ki, vurğulamaçı uşaq məsələn 2 ayağını da ifadə edə bilər. Məsələn, sağ diz isə məsələn bir rəqəmi ifadə edə bilər. Yəni, məsələn, insanın bədən üzvlərinin hərəsinin bir rəqəmi ifadə etməsi. Məsələn, riyaziyyatda bu belədir. Tutalım ki, coğrafiya dərsində şimal, cənub, şərq, qərb, yəni qütblərini bədənində göstərməsi. Tutalım ki, cümlənin baş üzvləridir müəllimlər, baş üzvləri. Məsələn, ifadə eləmək üçün bədən üzvlərini nümunə gətirməsi və s. Məsələn, bax bu şəkildə uşaq məsələn, bədən üzvlərini, yəni dərsdə bir vasitəyə çevirmiş olur. Müəllimlər, daha başqa bir qeyd edə biləcəyimiz, məsələn, şəxslər arası intellekti. Biz dedik ki, şəxslər arası intellektə sahib olan uşaqlar daha çox danışmağı sevirlər. Pıça-pıç deyirlər, Nikolayın evin yıxdı. Bax, belə uşaqlar pıça-pıç etməyi sevirlər, müzakirə etməyi sevirlər. Bunlar üçün yəni dəhşət fantastik bir şeydir bu proses və belə qeyd eləyək ki, belə uşaqlar məsələn korporativ olmağı sevirlər, qruplarda çalışmağı sevirlər, liderlik etməyi sevirlər. Daha sonra müəllimlər, belə insanların empatiya qurma qabiliyyəti yaxşıdır. Baxın, məsələn tutalım ki, qrupda bir şagird ağlaya bilər. Məsələn görürsüz ki, hansı gedir ki, o uşağın dərdini soruşmağa çalışır. Bilin ki, o uşaq şəxslərarası intellektə sahibdir. Bütün uşaqlar getməyəcək, o uşağa yaxınlaşacaq.
yaxınlaşmayacaq və çalışacaqlar ki, onun hissləri başa düşsünlər, onu qucaqlasınlar, su gətirsinlər, içsin uşaq, özünə gətirməyə çalışsınlar. Baxın, belə uşaqlar şəxslər arası intellektə sahib olan uşaqlardır. Qarşısındakı şəxsi başa düşməyə çalışırlar və onun belə deyək ki, emosiyalarını anlayıb, onunla nə isə müzakirə edib yola gətirməyə sevirlər. Yəni belə insanlar daha çox sahibkarlıq qabiliyyəti də çox güclü olur. Çünki insanlar da işləməyi sevirlər. Məsələn, belə insanlar bank işini çox gözəl bacara bilərlər. Çünki ünsiyyəti çox sevirlər. Belə insanlar çox yaxşı təşkilatçıdırlar. İnsanları ətrafına cəm eləyə bilərlər. Məsələn, tutalım ki, şəxslərarası intellektə sahib olan, məsələn, tutalım hər hansı bir marafon başlada bilər və s. Sonra müəllimlər gəlirik, məsələn, bax bunların strategiyaları hansılardır? Məsələn, yoldaşınla paylaş. Məsələn, mən deyirəm ki, bax, məsələn, cütlərlə iş məsələn, keçirik və yaxud da kiçik qrupla iş keçirdik. Məsələn, deyirəm ki, öyrəndiklərini yoldaşına, məsələn, düşün cütləş, bölüş, paylaş üsulu deyək. Məsələn, düşün cütləş. Düşündü uşaq, deyirəm ki, düşündükləri yoldaşından paylaş, cütləş. Bu oldu şəxslərarası intellekt. Paylaşırsa uşaq verimli şəkildə, bu olur şəxslərarası intellekt. Və yaxud da daha çox qrup şəklində bir-birlərinə paylaşılırsa, bu da şəxslərarası intellekt olur. Daha sonra müəllimlər belə uşaqlar qrupda, yəni yoldaşınla nə isə paylaşmağı sevirlər. Öyrətməyi sevirlər. Yəni bax belə bunlar sevirlər də, yəni danışsınlar, söhbət edəsinlər nəsə. Daha sonra müəllimlər korporativ qruplar. Korporativ qruplar nə deməkdir? Müxtəlif intellekti, müxtəlif qabiliyyətli daha doğrusu uşaqları eyni məqsəd uğrunda mübarizə aparmağa. Məsələn, siz uşaqlara layihə işi tapşırmısınız. Layihə işi tapşıran zaman biri mətn hazırlaya bilər, biri deyək ki, məsələn, slayd hazırlaya bilər, biri slayd üçün dizayn düşünə bilər, biri müzakirə eləyə bilər, biri araşdırma apara bilər, biri oradakı məlumatları, mətnləri yazıb hazırlaya bilər və s. Görürsünüz, müxtəlif maraqlı uşaqların bir ideya uğrunda mübarizə aparmasına biz korporativ qruplar deyirik. Daha sonra müəllimlər fərddaxili intellektə sahib olan uşaqlar, daha çox belə uşaqlar cəmiyyət arasında olduqda, çox olduqda yorulurlar və bunlar daha çox tək düşünməyi çox sevirlər. Ona görə də bunlara məsələn düşün cütləş, bölüş, paylaş, qar topası texnikası və s. uşaqlara fərdi düşünməyə imkan verən üsulları reallaşdıra bilərik, amma o deməkdir ki, biz bunları qrupa cəlb etməməliyik. Qrupa cəlb etməliyik, amma müəyyən bir vaxt ərzində uşaqların özləri ilə baş-başa qalmasına kömək etməliyik. Çünki belə uşaqlar bu halda məsələn təşvişə düşə bilərlər. Baxın, özü ilə baş-başa qalmağı sevir və biz buna şərait yaratmırıq. O halda həmin uşaq məsələn təşvişə düşə bilər, həyəcan panikaya qapıla bilər. Çünki özü ilə təkbətək qalıb dincəlmək istəyir, rahatlanmaq istəyir. Daha sonra müəllimlər belə uşaqlar məsələn fobiya yaranır da, belə insanlar içində artıq belə ola bilər ki, insanlardan çəkinə bilər. Yəni bu qorxu onun insanlardan uzaqlaşmasına səbəb ola bilər. Ona görə belə olmamasına ötəri uşaqlarımızı nəzərə almalıyıq və onlara tək başına düşünməyə şərait yaratmalıyıq. Və bəzən elə uşaqlar olur ki, digər uşaqlar onu lağ eləyib gülürlər və müəllim olaraq da biz özümüz buna həssasiyyət göstərib uşaqlara təbii ki, mütləq şəkildə söhbət aparmalıyıq. Daha sonra məqsəd müəyyən etmə, müəllimlər. Fərddaxili intellekti yüksək olan şagirdlərin xüsusiyyətlərinin biri də özləri üçün real məqsədlər müəyyən etməsidir. Hansı ki, real məqsədlər o deməkdir ki, onu reallaşdıra bilməsidir. Məsələn, tutalım ki, uşaq deyir ki, hə, mən artıq sabahdan öz qrupum üzrə hazırlığa başlayacağam, mənim sistemim necədir? Məqsəd müəyyən edir ki, mən 2 il ərzində hazırlaşıb yüksək nəticə toplamalıyım və özü üçün məqsəd müəyyən etdi və onun üçün plan, qrafik müəyyən eləyir. Və bunda qeyd etmək lazımdır ki, dəyərli müəllimlər, belə uşaqlar məqsədləri qısa müddətli də ola bilər, uzun müddətli. Ola bilər ki, planın ancaq sabahlıq qura bilər. Ola bilər ki, planın daha uzun müddətli qura bilər. Axır ki, öz uğuru üçün edir bunu. Amma təbii ki, belə uşaqlarda metakognitiv bacarıqlar güclü olmalıdır. Bundan əlavə şəxsi izləmə qrafiki qurulur, müəllimlər. Bu şəxsi izləmə qrafiki də məqsədlər və məqsədlərin yoxlanılması, məsələn, başa çatdırılması üçün son tarix göstərilməlidir. Baxın, görürsünüz, burada deməli, uşaqların məqsədləri var, şagirdin adı, soyadı var, yazı işini təhvil vermək, BSG-yə hazırlaşmaq uşağın məqsədləridir. Sonra, ilkin versiyadır, versiya hazırdır. Keçən deyir mövzuları təkrarlamışam, qeydlərə baxılıb. Deməli, son tarix nə vaxtdır?
25 dekabr və 28 dekabr. Müəllim yoxlaya bilər bunu. Daha sonra deməli uşaqlara biz burada öz şəxsi inkişaflarını izləmək üçün bax belə bir deməli öz şəxsi inkişaflarını izləmə qrafiki verə bilərik və uşaqlar bunun üzərində çalışa bilər. Dəyərli müəllimlər, gəlin indi Azərbaycan dili fənni üzrə mətnin əsas ideyasını müəyyənləşdirmək üçün baxaq. Nəyə? Verbal lingvistik uşaqlar, müəllimlər. Əsas məsələn bir mətnin ideyasını müəyyənləşdirməklə bağlı əgər danışırıqsa, belə uşaqlar məsəl üçün sevirlər nəyi? Hansı komandanı verə bilərik? Əsas fikri bir cümlə ilə yaz. O uşaq fikirləşəcək cümlələr üzərində əsas fikri bir cümlə ilə yazacaq. Sonra şəxslərarası intellektə sahib olanlara daha çox müzakirəyə cəlb eləyə biləcək fikirlər verməliyik. Məsələn, müəllif nə demək istəyib? Qrupda müzakirə edin. Yəni şəxslərarası intellektdə tək uşaq yox da, bir neçə uşaq var. 2 və daha artıq uşaq var. Daha sonra müəllimlər, fərd daxili intellektli uşaqlara biz hansı komandanı verə bilərik? Mətn mənə nə düşündürdü? Yəni bax belə bir sual verə bilərik uşağa. Uşağa yəni düşündürə bilərik ki, mətn mənə nə düşündürdü? Yəni uşaq artıq burada oxuduğu mətn barədə düşündüklərini yazacaq, öz fikirlərini yazacaq. Bax görürsüz, fərd daxili intellekt mən və öz anlayışı ilə bağlı da, müəllimə metakognitiv bacarıqlarda olduğu kimi bax diqqətli olun. Daha sonra musiqili ritmli mətnin deyir ki, mətnin ideyasını xatırladan 1-2 misralıq deyir ki, demək şüar, nə bilim deyək ki, ritm hazırla. Musiqi ilə bağlı olan tapşırıqlar veriləcək. Daha sonra gəlir riyaziyyata baxaq. Kəsrlərin müqayisəsi. Zəka fərqinə görə məntiqi riyazi olan uşaqlar ümumi demək məxrəci tapmaq, ardıcıllığın qurulmasını əsaslandırma. Məsəl üçün məntiqi riyazi olanlar nə idi? Ümumi məxrəci tapma, görürsüz hesablama, ardıcıllığın qurulmasını əsaslandırma. Yəni burada ardıcıllığı nəyə görə qurulub? Uşaq burada əsaslandırmalıdır. Məkan vizual, kəsrlərin müqayisəsini modelləşdirmək. Görürsüz model formasında ifadə etməkdir, yəni modelləşdirmək. Daha sonra verbal lingvistik hansı kəsrin böyük olduğunu necə isbat edə bilərsən? Verbal lingvistik. Bu deməli sözlərlə düşünəcək. Çünki fikri qısa yazı, yəni fikrinin yazı formasında uşaq ifadə eləyəcək ki, bax burada hər kəsrin deyir böyük olduğunu necə isbat edərsən və bu uşaq burada bunun üzərində çalışacaq. Şəxslər arası. Məsələn, şəxslərarası intellektə sahib olanlar cütlərlə səhvləri tap, düzəlt, tapşırığı, məsələn, səhvləri tap və düzəlt. Məsələn, bax belə dedikdə tapşırığı, məsələn, cütlərlə işlət. Uşağa deyirik ki, cütlərlə, ay uşaqlar, cütlərlə səhvləri tap və düzəlt. Deməli, burada uşaq tək başına çalışmayacaq, başqa şagird də olacaq. Belə müəllimlər, Howard Gardner nəzəriyyəsi, çoxnövlü intellekt nəzəriyyəsi ilə bağlı izahımız bu qədər.